Gözəl müəllimlər, bugünkü müsahibə üzrə dərsimizə başlayırıq. Başlayaq ilk müəllim yoldaşımız Gülbəniz müəllimədən. Buyur müəllimə. Sizə ilk sualım, təhsil üçbucağı nədir? Gülbəniz müəllimə, səsi açın. Təhsil üçbucağı nə deməkdir? Müəllim, şagird, bir də valideyn. Ay sağ ol, bəli. Təhsil üçbucağı, müəllim, şagird, valideyn birgə qarşılıqlı əməkdaşlıq əsasında əlaqədə olmalıdır. Doğrudur. Bəli. Mutizm nədir müəllimə? Müəllimə, mutizmdə elə bil uşaq danışa bilir, ancaq danışmır. Danışmaqdan imtina edir. Ay sağ Yəni ol. bu da psixoloji problemdir. Bu Aha. da mutizm adlanır. Növləri iki növü var. Hansılarsa bilirsiniz? Total, Aha. bir də Selektiv. selektiv. Bəli. Bəli. Totalda necədir, selektivdə necədir? Bilirsiniz onlar haqqında? Bəli, müəllimə. Deməli, iki dənə üsul dedik, total və selektiv. Total elə bil heç kimlə ünsiyyət qurmaq istəmir, heç kimlə. Ay sağ Amma ol, o bəli. selektiv bir neçə şəxsi seçir, Seçir, seçimlə ya, bir neçə aha. uşaqlarla ünsiyyət qurur. Doğrudur. Deməli, totalda heç kimlə ünsiyyət qurmaq istəmir, selektivdə bir neçə adamı seçir, yalnız onlarla ünsiyyətdə olur. Doğrudur. Scaffolding nədir müəllimə? Müəllimə, scaffolding elə bil ki, necə idi? Qoy deyim, bu söz dilimin ucundadır. Yəni ki, nə qədər lazımdır, o qədər ehtiyac duyulan qədər dəstək Ay olmaq sağ ol. mənasını verir. Bəli, ehtiyac duyulana qədər edilən dəstəkdir. Doğrudur. Körpü rolunu oynayır. Artıq Körpü rolunu şagird bəli, müstəqil işi yerinə yetirə bildikdən sonra körpü qırılır. Özü- Yəni bəli, kömək özü saxlanılır. Doğrudur. Müəllimə, temperament tipləri hansılardır? Adlarını bilirsiniz temperament tiplərinin? Müəllimə, yenə həmişəki kimi seçimlə izah eləmişəm. Aha. Yəni onu Gəlin adlarını bir yerdə deyək, əgər bilmirsinizsə, digər müəllim yoldaşlarımız da bilsin. Sanqvinik, xlorik, flegmatik, melanxolik. Bax, bunları yadınızda saxlayın. Temperament tiplərini bilin. Yəni sanqvinik, xolerik, flegmatik, melanxolik. Bəli, melanxolik. Bu temperament tipləridir. Adlarını hər biriniz ən azından adlarını bilin. Yəni bunlar haqqında da qısa, yəni sanqvinik necədir, melanxolik necədir, melanxolik necədir, xlorik necədir, sonra sanqvinik necə olur? Yəni psixoloq onu bizə yazdırırdı. Uşaqlar, şagirdləriniz hansılardandır bunların? Biz ay onu sağ ol. hansı şagird necədir onu yazırdıq. O vərəq verirdi, onu doldururduq. Sinif rəhbərləri. Hə, ondan biraz anlayışı vardı, amma ki Ay sağ ol. İndi müəllimə, belə bir sual video izahdan da deyək. PDF-dən xeyli suallar verdik. Keçək video izaha. Müəllimə, qiymətləndirmə nədir? Nə üçün qiymətləndirməni təşkil edirik, keçiririk? Qiymətləndirmə nə deməkdir? Baxaq görək. Müəllimə, qiymətləndirmə, yəni effektiv öyrətmə. Sonra həm də öyrənmə proseslərinin əsas elementlərindən biridir. Bəli. Sonra şagird nailiyyətinə müsbət təsir edir. Aha. Şagird nailiyyəti haqqında informasiya toplayır. Ay sağ ol. Bax, sizə sual verəndə ki, qiymətləndirmə nədir? Cavabında deyirsiniz ki, şagird nailiyyətləri haqqında məlumat, informasiya əldə etmək üçün istifadə olunur, həyata keçirilir. Şagird nailiyyəti haqqında məlumat əldə etməyi təmin edir qiymətləndirmə. Doğru deyirsiniz. Ay sağ ol. Müəllimə, qiymətləndirmənin hansı prinsiplərini tanıyırsınız? Prinsiplərini. Bəli. Müəllimə, burada etibarlılıq idi, Bəli. şəffaflıq idi, Aha. obyektivlik idi, bir də qarşılıqlı əməkdaşlıq idi deyək. Aha. Bundan əlavə digər iki əsas prinsip də var. Uyğunluq, bir də etibarlıq. Validlik. Etibarlıq. Ay sağ ol. Uyğunluqla etibarlıq prinsipi də var idi. Çox sağ ol Gülbəniz müəllimə.
Yaxşıdır. Süper Bir müəllim. dənə qiymətləndirmənin növlərini də deyə bilərsinizmi? Neçə növü var qiymətləndirmənin? Müəllimə, milli, beynəlxalq, bir də yekun qiymətləndirmə var. Aha. Sonra məktəb daxili qiymətləndirmə var. Burada da diaqnostik, formativ, summativ. Ay Yəni sağ ol. Qəşəng. Oldu müəllimə. Çox sağ ol Gülbəniz müəllimə. süper müəllimə. Keçək Səidə müəlliməyə. Buyurun müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir Səidə müəllimə. Səidə müəllimə, siz mənə deyin görüm, beynəlxalq qiymətləndirmə necə qiymətləndirmədir? Beynəlxalq qiymətləndirmə Bəli. şagirdlərin belə qeyd edək də, şagirdlərin təlim göstəriciləri əsasında necə deyərlər, təhsilin mövcud vəziyyəti haqqında məlumat vermək. Məlumat Mövcud əldə olunur, haqqında. sonra vəziyyəti haqqında Əhli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisə aparmaq. Ay sağ ol. Aha, doğrudur. Digər ölkələrlə müqayisə aparılır, baxılır, 3-5 ildən bir 3-5 ildən bir təşkil 3-5 olunur. ildən bir təşkil olunur. Hansı proqramlar vasitəsilə bilirsiniz o proqramların adlarını? Timis, Prilis, o qiymətlər, onlar deyirsiniz. Bəli. Prilis, Azərbaycanda PISA. beynəlxalq qiymətləndirməni həyata keçirdən proqramlardır. Adlarını deyək. Timisdir, Prilisdir, PISA-dır, 3 proqramdır. Biri Timis proqramı riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədir. Aha. 4 ildən bir aparılır. İlk dəfə 95-ci ildə elə bir məlumat var. 95-ci ildə tətbiq aparılıb ilk dəfə. Aha. İkinci isə mətn, anlama. Oxuyub anlamanı 4-cü siniflərdə daha çox. Xidmət edir. 4-cü sinif şagirdləri dünya üzrə oxuyub anlama səviyyəsini, keyfiyyətini müəyyən edir. 5 ildən bir keçirilir. Aha. Üçüncü olan PISA qiymətləndirməsi bütün dünya üzrə deyək, funksional savadlılığın bilikləri əldə etmək, qiymətləndirməyə xidmət edir. Həyatda tətbiqi. Yəni şagirdlərdə oxu, riyaziyyat və digər elm sahələri üzrə qazandığı bilikləri həyata keçirməyə xidmət edir. Həyatda tətbiqinə əsaslanır. Elə bir riyaziyyat və digər elm sahələri üzrə müəllimlər oxu və riyaziyyat deyəsən. Elə bir öyrəndiklərini həyatda tətbiqinə əsaslanırdı. Həyata tətbiq etmək. Aha, tətbiq etməlidir, doğrudur. Müəllimə, bunu da qeyd etdik. Bəs yekun attestasiya, yekun qiymətləndirmə, bu hansı qiymətləndirmədir? Yekun qiymətləndirmə ümumi təhsil pilləsində olan tam orta təhsillə ümumi təhsil arasında olan 9-cu siniflərdə, bir də 11-ci siniflərdə aparılan qiymətləndirmədir. Sonda buraxılış imtahanlarında. Deməli, yekun qiymətləndirmə təhsil səviyyələri üzrə, deməli 9-cu sinifin sonu üçün, bir də 11-ci sinifin sonu üçün təşkil olunan buraxılış imtahanları. Bəli, bunlardır. Doğru deyirsiniz. Yaxşı, yekun qiymətləndirməni dedik, beynəlxalq qiymətləndirməni dedik. Bəs milli qiymətləndirmə necə qiymətləndirmədir? Milli qiymətləndirmə müxtəlif siniflərdə ailə və fənlər üzrə keyfiyyət dəyişikliklərini müəyyən etmək üçün. Ay sağ ol, keyfiyyət dəyişiklikləri müəyyən etmək üçün bəli, milli qiymətləndirmədən istifadə olunur. Milli qiymətləndirmə neçə ildən bir həyata keçirilir? 3-5 ildən bir həyata keçirilir. Bəli, 3-5 ildən bir həyata keçirilir. Yaxşı, bəs məktəb daxili qiymətləndirmə, neçə növü var məktəb daxili qiymətləndirmənin? Məktəb daxili qiymətləndirmə ilk 3 növü var. İlkin səviyyəyə görə qiymətləndirmə, diaqnostik qiymətləndirmə, gündəlik qiymətləndirmə olan fəaliyyəti izlənməsi üçün olan qiymətləndirmə formativ, sonda yekun qiymət olan summativ qiymətləndirmədir. Sadəcə summativ qiymətləndirmə özü 2 növü var. Kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə. Formativ qiymətləndirmə təhsildə fəaliyyəti izləyir. Amma summativ qiymətləndirmə, gündəlik fəaliyyəti. Gündəlik fəaliyyəti. Summativ qiymətləndirmə kəmiyyəti ölçür da.
Belə deyək də, Cəmiyyətlə formativ ölçülür, bəli. qiymətləndirmə fəaliyyəti ölçür. Summativ qiymətləndirmə keyfiyyəti ölçür, kəmiyyəti ölçür. Belə deyək. Cəmiyyətlə ölçülən summativ qiymətləndirmədir. Çünki orada bal rəqəm var da, belə deyim, balla, rəqəmlə qiymət yazılır. Onlar haqqında yenə deyirəm, hələlik qiymətləndirmə haqqında ümumi məlumatı öyrənirik. Növbəti dərsimizdə qiymətləndirmənin növləri haqqında da ətraflı öyrənəcəyik. Mən sizə növbəti dərsdə diaqnostik qiymətləndirməni atacağam, onu hazırlayacaqsınız. Yəni bir-bir o növlərini tamamilə öyrənəcəyik. Deməli, bəs qiymətləndirmənin iki əsas prinsipi var. Onları deyə bilərsiniz, hansılardır? Uyğunluq, validlik, etibarlılıq. Uyğunluqla etibarlılıq prinsipləri. Yaxşı müəllimə, uyğunluq prinsipi necədir? Gəlin bunu açıqlayaq görək. Açıqlamayı tam şəkildə açıqlaya bilməyəcəm, amma belə deyə bilərəm ki, yəni bu prinsiplə aparılan qiymətləndirmə şagirdlərin təlim nəticələrinin hansısa nə dərəcədə çatdığını açıq şəkildə göstərir. Elə bil ki, necə deyim, Gəlin izah edin. yəni Deməli, bu prinsipə görə şagirdlər hansı bilik və bacarıqlarda nə keçmişlərsə, hansı mövzunu öyrənmişlərsə, onun ölçülməsidir. Deməli, yadınızda saxlayın. Uyğunluq prinsipi tədris planı üzrə, yəni plan üzrə hansı mövzular keçirilibsə, hansı bilik bacarıqlar şagirdlərə öyrədilibsə, keçirilibsə, məhz uyğunluq prinsipdə belə gözlənilməlidir ki, həmin bilik bacarıqların qiymətləndirilməsi olmalıdır. Yəni, məsəl üçün, biz test quran zaman, hazırlayan zaman proqramda nə keçmişiksə, şagirdlərə hansı təlim nəticələrini şagirdlərdə reallaşdırmışıqsa, şagirdlərdə hansı bilik bacarıqları reallaşdırmışıqsa, məhz summativə də həmin mövzulara, həmin bilik bacarığa, həmin təlim nəticəsinə uyğun testlər, tapşırıqlar nə etməliyik? Hazırlamalıyıq. Uyğunluq prinsipi nə odur? Yəni, mövzudan kənara çıxmırıq. Nəyə keçmişik? Proqram üzrə nəyə keçmişiksə, tutalım ki, bir bölmə üzrə, tutalım ki, isim mövzusunu keçmişsiniz. Gəlib bölmənin sonunda, Azərbaycan dili üzrə deyirəm, bölmənin sonunda da mən isimə aid bütün nə keçmişəmsə, o mövzulara aid testi verməliyəm, tapşırıqlar verməliyəm. Gəlib bölmənin sonunda sifətə aid mən ora deməli, testdə sual qoysam, tapşırıq qoysam, əlbəttə ki, nə olacaq? Uyğunluq prinsipi pozulacaq. Başa düşdünüz? Nəyi tədris etmişiksə, hansı bilik bacarığı ötürmüşüksə, hansı təlim nəticələri reallaşdırmışıqsa, proqramda nəyi tədris etmişiksə, sonda da onu ölçməliyik, onu qiymətləndirməliyik. Bu uyğunluq prinsipidir. Keçdik etibarlılıq prinsipi. Müəllimə, etibarlılıq prinsipi necədir? Davamlılıq. Qiymətləndirmə nəticələrində bir cümlə deyə bilərəm, davamlılıq nəzərdə tutulur. Yəni, şagird bu summativlə qiymət alıbsa, aşağı qiymət alıbsa, yəni 4-ə layiq alıbsa, bu davamlılıq, yəni fərq eləməlidir daha balında. Əgər bu 80 bal alınsa, nəsə deyim, yüksək bal ala bilməz daha, davamlılığı aparmalıdır. Deməli, etibarlılıq prinsipində tutalım ki, şagird summativdən 80% nəticə göstərib. Həmin summativi müəyyən qədər vaxt keçdikdən sonra yenidən verdikdə yenə də 80% nəticə göstərməlidir. Yəni, 80% və onun ətrafında çox fərq yaratmamalıdır, çox fərq olmamalıdır. Bu iki formada ola bilər. Gəlin onu deyim sizə necə. Biri var ki, tutalım ki, mən birinci summativdə hansı tapşırıqları vermişəmsə, məsəl üçün, bir ay sonra, 2 ay sonra yenə də həmin test üzrə, həmin tapşırıqlar üzrə mən neynirəm? Eyni testi uşaqlara yenidən təqdim edirəm. Birinci summativdə hansı nəticə göstəribsə, etibarlı prinsipi o deməkdir ki, sonradan verdiyim həmin testdə də eyni nəticə və onun ətrafında nəticə alınmalıdır ki, o etibarlı olsun. Bir də var ki, tutalım, bu arada zaman olduqda, məsəl üçün demədim, indi tutalım ki, yeni vermişəm testi, bir də 1 aydan, 2 aydan sonra eyni testi, eyni tapşırıqları verirəm.
Bir də var ki, etibarlıqda. Tutalım ki, bu günləri mən summativ keçirtmişəm uşaqlarda. Summativ keçirdikdən sonra tapşırıqları, bölmə mövzu eynidir. Bölmə eynidir. Tapşırıqları həmin mövzuya, həmin bölməyə aid tapşırıqları fərqli qururam və yenidən uşaqlara summativ təşkil olunur. Yenidən o həmin testi işlədirəm, belə deyək. Bəli. Bu zamanda bölmə eynidir. Keçdiyimiz mövzular hamısı eynidir. Sadəcə tapşırıqlarda eyni tapşırıqlar verməmişəm. Eyni suallar deyil. Suallar fərqlidir. Yenə də nə olmalıdır? Etibarlılıq prinsipi qorunmalıdır. Yenə də şagirdin birinci testdən aldığı nəticə ilə ikinci testdə aldığı nəticə üst-üstə düşməlidir. Faiz etibarlı, qiymət etibarlı. Üst-üstə və onun ətrafında ola bilər. Yəni 1-2 bal fərqi ola bilər. Amma indi çox bal fərqi. Məsəl üçün, birincidən 80 bal alıbsa, ikincidən 60 bal alırsa, bu etibarlıq prinsipinin pozulması deməkdir. Bəli. Deməli, bir var ki, eyni testi arada məsafə, zaman olmaqla yenidən verir, etibarlı olmalıdır. Bir də var ki, eyni bölmədə, eyni mövzularda bir formada test vermişsiniz, tapşırıqlar vermişsiniz. İkincidə də yenə də həmin mövzulara, həmin bölməyə aid, amma eyni tapşırıqları yox, eyni sualları yox, fərqli sual tapşırıqları qoymusunuz. Başa düşdünüz? Hər ikisində də nəticələr necə olmalıdır? Üst-üstə düşməlidir. Üst-üstə düşməlidir. Başa düşdünüzmü müəlliməm? Bəli, bəli, bəli. Ay, sağ olun. Bunu da biz qeyd elədik. Deməli, uyğunluğu və etibarlıq prinsipləri haqqında biz hal-hazırda nə etdik? Qeyd etdik. Müəllimə, tolerantlıq nə deməkdir? Dözümlülük, dini dözümlülük. Ay, sağ ol. Dini dözümlülük deməkdir, doğrudur. Sonra müəlliməm, tutalım ki, sinifinizdə bir şagird sizə qarşı münasibəti fərqlidir. Yəni sizə qarşı digər şagirdlərin sizə olan səmimi, mehriban münasibəti yox. Bu şagirddə sizə qarşı münasibəti yaxşı deyil. Həmin şagirdlə necə iş apararsınız? Ümumiyyətlə, sinifdə hər bir şagirdə eyni səviyyədə baxmaq lazımdır. Ayrı seçkili etmək lazım deyil. Öyrənməyə çalışaram, səbəbini öyrənməyə çalışaram. Əhə. Bəlkə fənimi öyrənən fən, bəlkə fənimi sevmir, bəlkə fənə qarşı marağı yoxdur. Fərdi şəkildə söhbət edib öyrənəm. Şagirdlər içərisində deyil, fərdi şəkildə. Fərdi şəkildə həmin şagirdlə söhbət apararsınız, səbəbini araşdırarsınız. Niyə sevmədiyini, niyə yaxşı münasibət bəsləmədiyinin səbəbini araşdırmaq lazımdır və çalışmaq lazımdır ki, o uşağın da deməli, o uşaqla sizin aranızdakı münasibəti düzəldəsiniz. O da digər şagirdlər kimi sizlə mehriban, səmimi, yəni belə deyək də, münasibəti formasında olmalıdır. Yəni bunun üçün biz nə etməliyik? İlk öncə biz səbəbini araşdırmalıyıq, baxmalıyıq. Nəyə görə, nə səbəbdən bu şagird sizə qarşı o cür münasibət bəsləyir? Bunu bilmək lazımdır və biləndən sonra da özünüzdə məsəl üçün ona qarşı davranışında müəyyən dəyişikliklər edə bilərsiniz və özünüzün ilk adımda özünüz atmalısınız. Ona qarşı bəli, davranışınızda, münasibətində dəyişikliklər edərək, o da şagird də görəcək ki, müəllim özünə qarşı müəyyən addımlar atır, müəyyən belə deyək də, münasibətində müəyyən dəyişikliklər var. Bu zaman öz münasibətində müəllimə qarşı nə edəcək? Dəyişəcək. Bəzən müəllim məsəl üçün şagirdin ürəyinə, qəlbinə yol tapmaqdan ötürü, hətta dərsdən kənar, yalnız dərs fəaliyyətində yox, dərsdən kənar fəaliyyətlərdə də özünü göstərə bilər. Yəni bunu edə bilər. Tutalım ki, həmin şagirdin
tutalım ki, hər hansı bir yarışda iştirakçı zamanı gedib onun yarış zamanı, əgər yarışı, nə bilim, bir oyun, nəsə tutalım ki, belə deyim də, dəstənkənar bir fəaliyyətində iştirak edirsə, gedib orada dəstəkləyə bilər və o şagird görəcək ki, müəllim ona qarşı gəlib onun dəstəkləyir, ona qarşı inam hissini yüksəldə bilər. Onun belə hər addımında neynəməlidir? Müəllim ona qarşı olan o davranışını, münasibətini göstərdikcə, o da müəllimə qarşı münasibətini neynəyəcək? Dəyişəcəkdir. Dəyişəcək. Bəli. Sevgi yaratmaq. Sevməyə başlayacaqdır. Bəli. Hə, müəllimə. Çox sağ olun Səidə müəllimə. Sizə xeyli suallar verdik. Keçək Tamam. digər müəllim yoldaşımıza, Şölə müəllimə. Axşamınız xeyir. Axşamınız xeyir Şölə müəllimə. Şölə müəllimə, baxmısınızmı dərslərə? Baxmışam. Aha, lap yaxşı. Şölə müəllimə, sizə belə bir sual verək. Fiziki bullying nədir? Fiziki bullying bütün cəmiyyət nədir? Yalnız vurma, yəni ki, qəsdən toxunmaq, Aha. fiziki güc göstərməkdir də. Güc göstərmək, bəli, doğrudur. Güc göstərmək deməkdir. Get. Get. Hə, tam deyək. Deməli, birinci olaraq bullyingin nə olması haqqında da deyə bilərsiniz ki, güclü şəxsin zəif şəxsdə davamlı şəkildə göstərdiyi fiziki və psixoloji zorakılıqdır. Və yaxud da fiziki və psixoloji əzab vermədir. Bullying özü nə deməkdir? Mənası nədir? Qısnama. Qısnama deməkdir. Fiziki bullying də bullyingin növlərindən biridir. Fiziki bullyingdə, deməli, burada əsas məqam nədir? Təmas. Təmasın olması. Yəni, buna aiddir, məsəl üçün, vurmaqdır, itələməkdir, qəsdən toxunmaqdır, şagirdin əşyalarına, əmlakına, məktəbin əmlakına belə vurulan ziyandır, belə deyək də. Bunlar hamısı fiziki bullyingə aiddir. Ən əsası da yadınızda saxlayın, burada təmas əsasdır. Yəni, şagirdlərə qarşı olan şillə vurması, yumruq vurması, bunlar hamısı davamlı şəkildə olmalıdır. Bu, bilirsiniz də, davamlı şəkildə olmadıqda, yəni, bullyingin əsas hissəsi onun davamlı şəkildə güclü şəxsin zəif şəxsə tərəf etdiyi fiziki və psixoloji əzab verməsidir. Bax, bu fiziki bullyingə aiddir. Müəllimə, bunu qeyd etdik. Müəllimə, bəs qiymətləndirmə nədir? Bunu da vermişdim sizə. Ona görə qiymətləndirmə haqqında. Qiymətləndirmə şagird nailiyyətində informasiya toplanmasıdır. Şagird nailiyyəti haqqında informasiyanı toplamaq, məlumatı toplamaq üçün istifadə olunur, təşkil olunur. Qiymətləndirmənin növləri hansılardır? Növləri milli beynəlxalq, yekun, məktəb daxili qiymətləndirmə. Yaxşı. Məktəb daxili qiymətləndirmə hansılar daxilidir? Daxili qiymətləndirmə özü diaqnostik, formativ, summativ. Summativ də özü iki hissəyə bölünür. Kiçik summativ də böyük summativ qiymətləndirmə. Müəllimə, psixoloqa nə zaman müraciət edirsiniz? Sinifdə intihar kağızı tapılarsa, ya uşaq özünə qapanarsa, davranışında müəyyən bir yəni ki, fərqlilik görəriksə, psixoloqa müraciət etmək olar. Və psixoloqla yadınızda saxlayın, mütəmadi olaraq əməkdaşlıq etməlisiniz. Psixoloqla əməkdaşlıq mütləqdir. Bəs tədris prosesini, yəni dərs zamanı aqressiv təbiətli şagirdlərlə necə iş aparırsınız? Aqressiv şagirdlə çalışaram, sakit danışam. Dərsdən sonra ondan fərdi söhbət edərəm.
Yəni dərs müddətində ona uşaqlar içində yəni çox belə üstə getmərəm. Hə, deməli, aqressiv şagirdlə iş aparan zaman yadınızda saxlayın. Dərs zamanı bəli, müəllim hər anında, hər zamanında həmişə belə deyək, səbirli, təmkinli olmalıdır, səbrini qorumalıdır. Bu zamanda bəli, həmin şagirdə qarşı aqressiv reaksiya verməməlidir. Belə deyək, səs tonunu yüksəltməməlidir. Həmin şagirdi belə deyim, fərdi şəkildə, həmin şagirdlə fərdi şəkildə söhbət aparmalıdır. Səbəbini araşdırmalıdır. Aqressiyanın yaranma səbəbini, nədən qıcıqlanır, nədən yaranır, nədən yaranıb, səbəbi nə olub? Bax, bunu araşdıra bilər müəllim, valideynlə də əlaqə qura bilər. Əgər məsəl üçün indi aqressiv şagirdin belə deyək də, bəzən də daha çox aqressiya göstərdiyi zaman, bu zaman müəllim psixoloqa da müraciət edə bilər. Onunla da şagirdin söhbətini təmin edə bilər. Yəni psixoloq da həmin şagirdlə neynəsin? Bir söhbət aparsın, iş aparsın. Buna da bir addım ata bilərsiniz. Bu cürdə iş apara bilərsiniz və mütləq yenə deyirəm, aqressiyanın yaranma səbəbi var və ona qarşı davranışında onu qıcıqlandıran, onu aqressiyaya səbəb edəcək formada onunla münasibət qurmamalısınız. Ona münasibəti zamanı bunları nəzərə almalısınız. Və yenə deyirəm, şagirdlər həmişə heç bir şagird istər aqressiv olsun, istər digər, yəni şagird formaları olsun, yenə onu qeyd edim ki, bütün şagirdlərin qarşısında heç bir şagirdlə hər hansı bir münasibəti bildirmək düzgün deyil. Həmin şagirdlə hər növ belə deyək, şagirdlə dərsdən sonra fərdi şəkildə danışmaq daha doğrudur. Daha doğru hal hesab olunur. Müəllimə, tutalım belə bir sual verəcəm sizə. Tutalım dərs keçirsiniz. Dərs keçdiyimiz zaman sinifdə saqqız çeynəyən şagird olarsa, yəni görürsünüz ki, şagirdlərdən biri saqqız çeynəyir. Bu zaman nə edərsiniz? Nə iş apararsınız bu cür şagirdlə? Nə edirəm? Biri, yəni yaxınlaşıb da deyə bilərəm, amma nədir? Nəsə zərərli olduğunu da yəni görərəm ki, bildirərəm. Nə bilim sonra. Əgər Deməli, sinifdə saqqız çeynəyən şagird varsa, ilk öncə müəllimin sinifin effektiv idarə olunması ilə əlaqədar olaraq qayda prosedur gözləntiləri olmalıdır və şagirdlər də bunu əvvəlcədən bilməlidir ki, yəni sinifdə şagirdin özünün aparma qaydası var. Bunları biləndən sonra sinifdə, yəni effektiv idarə olunan sinifdə, yəni saqqız çeynəyən şagirdlə olmaz, yəni bu şəkildə olan şagird olması, yəni az faiz ehtimalı ilə ola bilər, belə deyək də. Yəni bəli, yəni qayda, prosedur, gözləntiləri olan, sinifi effektiv idarə olan müəllimin sinifində saqqız çeynəyən şagird olmayacaq. Amma yenə də əgər olarsa, bu zaman nə etmək lazımdır? Bu zaman dərsindən 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqəni ayıraraq saqqızın insan həyatına, sağlamlığına vuran zərərlərdən danışmaq lazımdır. Ümumi şəkildə bütün uşaqlara. Bu zaman belə deyəcək, belə ki, həmin saqqız çeynəyən şagird artıq başa düşəcək söhbət nədən gedir və özlüyündə həmin saqqızı nə edəcək? Çıxardacaq, kənarlaşdıracaq. Yəni ümumi şəkildə nə etmək lazımdır? Saqqızın insan sağlamlığına, insanın belə deyək də sağlamlığına vuran ziyanlardan necə təsir göstərir? Bu haqqda söhbət aça bilərsiniz, söhbət apara bilərsiniz. Və əgər dərsdən sonra da həmin şagirdlə yenə də siz onunla dərsdən sonra da fərdi şəkildə də danışa bilərsiniz. Yəni bu belə deyək də, ilk öncə bu şəkildə iş aparmaq olar. Bu həmin saqqız çeynəyən şagirddə görə söhbətin nədən getdiyini anladığı zaman özlüyündə nə edəcək? Saqqızı kənarlaşdıracaq. Bir də onu qeyd edim. Məsəl üçün
belə bir sual versək sizə, dərsə gecikən şagirdlə necə iş apararsınız? Necə iş apararsınız dərsə gecikən şagirdlə? Bayaq məsələn o qaydalar dərsinin əvvəlinə qayda qoyulur da, sinifdə qayda qoyulur. Əgər davamlı şəkildə o uşaq gecikən qaydalara yəni əməl eləyəcəksə, yəqin ki, bilirsən, bir dəfə ola bilər. Amma davamlı şəkildə gecikirsə, fərdi söhbət apararam uşaqla. Sonra əgər əməl etməsə valideyninlə danışaram. Deməli, bəli, müəllim olaraq sinifin effektiv idarə olunması ilə əlaqədar olaraq sizdə deməli prosedurlar olmalıdır. Bu prosedurlardan biri də dərsə gecikmə prosedurudur. Dərsə gecikən şagird artıq şagirdlər bilirlər ki, dərsə gecikən zaman necə hərəkət etməlidir. Sinifə daxil olurlar, keçirlər yerlərinə, parta arxasına əyləşirlər, kitab dəftərlərini çıxardırlar və dərsə hardan qoşulubsa, oradan başlayırlar dərsə qoşulmağa. Amma müəllim, yəni həmin şagirdi sinifin qapısının ağzında saxlayıb, niyə dərsə gecikib, səbəbinin nə olduğunu orada soruşmamalıdır. Bu, həmin şagirdlə iş nə zaman aparılır? Artıq dərsdən sonra həmin şagirdlə söhbət aparılaraq səbəbini araşdırmaq lazımdır ki, dərsə niyə gecikib. Əgər bu iş təkrar baş verərsə, valideynə də nə etmək lazımdır? Məlumat vermək lazımdır, valideyninə də bildirmək lazımdır və araşdırıb müəyyənləşdirmək lazımdır ki, uşağın davamlı olaraq dərsə gecikmə səbəbi nədir? Deməli, bu prosedurdur. Bu belə bir proseduru əvvəlcədən müəllim şagirdlərə öyrədəndən sonra şagirdlər artıq özləri bilir. Dərsə gecikən zaman hansı qaydada, hansı prosedurlar ardıcıllığı ilə özləri hərəkət etməlidir. Amma dərsdən sonra yenə də nə etməlidir? Müəllim həmin şagirdlə söhbət aparmalıdır, səbəbini araşdırmalıdır mütləq. Şəxsiyyətin formalaşdırmasında əsas rol oynayan amillər hansılardır? Baxın, görüm yadınızda qalıb. Şəxsiyyətin formalaşmasına təsir edən əsas amillər. 3 dənə əsas amil var idi. İrsiyyət, ətraf mühit idi. İrsiyyət, mühit, bir də tərbiyə. İrsiyyət, mühit və tərbiyə. Əsas 3 amil bunlardır. Temperament tipləri hansılardır? PDF-də olduğuna görə bunu sualını verirəm. Temperament tiplərini bilək. Sanguinik, sonra xolerik, flegmatik, melanxolik. Onlara qeyd edirəm mən. Bunların temperament tiplərini bilin, onlar haqqında da biraz məlumatlı olun. Müəllimə, qiymətləndirmənin prinsipləri qoy sizdən də soruşum, hansılardır? Prinsipləri uyğunluq, bir də etibarlılıq. Aha, uyğunluq. Uyğunluq prinsipi necə idi? Uyğunluq məsələn mən KSQ bir bölmənin ki, məsələn KSQ-si hazırlanırsa, yəni ki, o bölüm nə keçmiş isə, o KSQ ona uyğun hazırlanır da. Yəni ki, hazırlanacaq suallar. Planda nəyi tədris etmişiksə, bəli, plana uyğun, ondan kənara çıxmadan verilmiş, öyrədilmiş bilik bacarıq, şagirdlərin əldə etdiyi bilik bacarıq üzrə təlim nəticələr, əldə olunan təlim nəticələr üzrə tədris olunan proqram üzrə nə olmalıdır? Həmin proqram üzrə test sual tapşırıqları hazırlanmalıdır. Bu uyğunluq, bəs etibarlıq necə idi? Etibarlıq, yəni ki, müəyyən yəni ki, məsələn, uşaq test yazırsa, harsı bir müddət keçəndən sonra ona yenidən məsələn aldığı bal məsələn 70-dir, 80-dirsə, bir müddət keçəndən sonra həmin testi eynisi olması da müxtəlif forması dəyişilmiş formada verilirsə, yenə ona uyğun yazılırsa, demək bu etibarlıq prinsipidir. Yəni ki, eyni rəqəm olmazsa, yəni burada belə deyək də, nəticələrin üst-üstə düşməsi.
Nəticələrin Nəticə, üstə düşməsi, bəli, hə, nəticələrin davamlı olması, etibarlı üst-üstə prinsipidir. düşməsi, yaxın olması etibarlıq prinsipinə aiddir. Bir etibarlıq prinsipində eyni summativi indi vermisiniz, bir də 2 aydan sonra eyni summativi verirsiniz. İndi məsəl üçün 60% toplayıbsa, 2 aydan sonra da yenə 60% bunun ətrafında toplamalıdır. Bir də var ki, eyni bölmədir, eyni mövzulardır. İndi həmin mövzulara aid bir test tapşırığı vermisiniz. Daha sonra burada zaman aralığı o qədər deyil, yəni 2 ay, 3 ay gözlənilmir. Daha sonra həmin bölməyə aid verilən test tapşırıqları mövzular eynidir. Amma test tapşırıqlarda, sual və tapşırıqlarda dəyişiklik edilərək verilir. Yenə də nə olmalıdır? Nəticələr üst-üstə düşməlidir. Bəli, faiz etibarilə yaxın olmalıdır bir-birinə. Bu da deməli qiymətləndirmənin prinsipləridir. Yekun qiymətləndirmə bilirsiniz hansı qiymətləndirmədir müəllimə? Yekun qiymətləndirmə 9 və 11-ci siniflərdə, yəni buraxılış imtahanlardır. Yekun qiymətləndirmə. 9 və 11-ci siniflərdə olan buraxılış imtahanları daxildir. Ay sağ ol müəllimə. Deməli, qiymətləndirmənin də nə olduğunu bildiniz də, qiymətləndirmə. Yenə də baxacağım. Şagird nailiyyətləri barəsində əldə olunması üçün, məlumat əldə etmək üçün, informasiya əldə etmək üçün təşkil olunur, bəli. Müəllimə, çox sağ olun siz də. Bu günlərim deməli qiymətləndirmə haqqında, hələ ümumi məlumatı haqqında biz sual-cavab elədik. Növbəti dərsimizdə diaqnostik qiymətləndirmə haqqında tamamilə öyrənməliyik.